Biz Ballıca kəndinin yanından Süleyman dayı, Əli dayı mən gedirik kəndimizi ziyarət edirik. Hər də sabah görülən dağlarının özündə 1-2-3 dənə belə dağ var. Ondan sonra inşallah Cəmilli 33 ilin, 34 ilin həsrəti uşaqlığımdan arzu edirdim ki, dedim öz kəndimizi ziyarət edeyim. İndi deyəsən Allah qismət edir. Allah qismət eləsin. Süleyman da, birinci səfər gedirsən? Bəli, bəli. Nə hisslər keçirirsən? Sonra birinci səfərdə öz doğulduğum kəndə gedirəm. Dolayı yolla gedirəm. İnşallah sağ-salamat gedib qaydar. Saat yarımada çatarıq. Heç nə indi. 2 saata çatarıq. İnşallah çatanda da bir dənə video çəkərik Allahın izni ilə. İnşallah, inşallah. Aşağıdan dağın döşündən görsən tala, gəldik çıxdıq. Bahan çalandı, Ballıca. Bura da Ballıcadır. Hələ şəhminən gedir. Atamgildə qalıb o aşağıda. Ora görsən mi? Yoldaşlarımız. Əli dayı, Süleyman dayı. İnşallah Allahın izni ilə sağ-salamat kəndimizə çatarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Oradan mindim. Süleyman da qaçıqda deyilmiş. Yavaş-yavaş çıxırıq dağın başına. Ballıca səmli qalıb ayağımızın altında. Atamgildədir. Orada qara maşın nöqtə kimi görsənir. Bizim özümüzdə yolumuza davam. Yorulmaq yoxdur. Vətən eşqi. Əli baba öndə gedir. İnşallah sağ-salamat çatar. Gəldik o taladan yuxarı meşənin içinə. Biraz yorulmuşuq. Əli baba, Süleyman əmi. İnşallah demək olar yolu yar eləmişik. Bu da bizim əlaqəsidir. Hava da biraz bürküdür. Havada bürkü var. Bürkü də əlbi sərləmiş. Biraz suyumuz yoxdur, o bizi incidə bilər. Suya indi çatır. Amma qarşıda su var. Suya yaxınlaşırıq. Maraqlı bir macəradır. İnşallah ki, sağ-salamat başa vurarıq. Biz bu dərədən üzü yuxarı çıxdıq. Gəldik Xankəndiyə. Daha doğrusu Xankəndi görüşür. Bu istiqamət bizim kəndimizin istiqamətidir. Xocalı rayon Cəmilli kəndi. İnşallah salamatçılıqla yolumuza davam. Bu da gözəl Xankəndi.